Mən Elbruz Teymurov, Pəncəlinin böyük qardaşı. Pəncəlinin hərbiyə marağı uşaqlıq dövründə onda o vətənpərvərlik hissi var idi. O, necə deyim, o qəhrəmanlıq salnaməsi deyim, necə başa salım. Deməli, 91-92-ci ildə Qarabağ müharibəsi başlayanda, əsasən Xocalı faciələrini televiziyadan izləyəndə, hələ o uşaq idi. Təxminən bir 10-11 yaşda. Özü neçə dəfələrlə ondan eşitmiş ki, mən o əliyalın uşaqları, körpə uşaqları görəndə deyirdi ki, mən böyüsəm, əskər getsəm, hərbiçi olsam, mən evə gəlmərəm. Özümə söz verirəm. O Xocalı şəhidlərinin qanın mən bir gün gec, bir gün tez alaram. Elə də oldu. Məsələn, əskər gedəndən sonra 99-da mən özüm əskər idim. Həmən o 99-un iyul ayında mən uvulit oldum. O aprel ayında getmişdi əskər. Düşmüşdü Ağdam rayonunun Ensaylı hərbi hissəsinə, Əfətli kəndində. Deməli, 10 ay xidmət eləyəndən sonra gəldi evə. Gəldi, dedi ki, bəs sənədlərimi yığıram, bəs mən hərbiyə gedərəm. Rəhmətli atamız da vaxtilə əskər olanda o çox istəmişdi. Dəci o vaxtı Sovet qoşunlarında vayni uçilişə imtahan vermişdi, keçmişdi imtahandan. Müəyyən səbəblərdən hərbidə qalmamışdı. Atamız çox uşaqlarla oturanda evdə söhbət eləyirdi, bəs mən hərbiçi olmaq istəmişəm, onun arzusunda olmuşam, amma mənə o qismət olmadı müəyyən səbəblərdən. Elə bil ki, Pəncəlidə atamızdan eşidəndə biraz da onda o qürur hissi, o vətənpərvərlik hissi çox yaranırdı. Əskər gedəndən sonra 10 ay keçmişdi, gəldi, sənədlərini yığdı, getdi. Səhv eləmirəmsə 9 aydı, yoxsa 6 ay gizir məktəbi oxudu. Bakıda Salyanski deyilən yerdə. Oranı qurtarandan sonra bir ay ona məzuniyyət vermişdilər, gəldi evə. Bir aydan sonra təzədən çağırdılar Müdafiə Nazirliyinə. Ondan sonra biz heç bilmirdik xüsusi təyinatı var, xüsusi təyinatı yaranıb Azərbaycanda. Oradan onu aparmışdılar xüsusi təyinatlıya. Oradan kursdan keçmişdilər. O vaxtı türklər onlara kurs keçirdilər. Təxminən bir il sonra Pəncəli orada sırf xüsusi təyinatda xidmət eləyəndə bir il sonra türklər oradan getmişdilər. Sonra Pəncəli kimilər təzə gələnlərə o kursları keçirdilər. Çox gedirdik onun görüşünə. Biz Bakıda işləyəndə arada vaxt tapırdı, gedirik, görüşürdük, onun hərbiçi yoldaşları ilə, dostları ilə. Elə bir onlarda münasibət, vətənpərvərlik hissi var idi. Hiss eləmirdin ki, Pəncəli mənim qardaşımdır, yoxsa o birilər fərqi yox idi də. Elə bir münasibət göstərirdilər. Deməli, Pəncəlinin ən çətin əməliyyatları, deməli, xüsusi təyinatlıda 2012-dən, 2012-ci ildən belə o məxfi tapşırıqlar, erməni hərbiçilərini əsir gətirmək, onun sayəndə bilmərəm neçə dənə əsir gətirib, ancaq sırf döyüş yoldaşı mənə danışıb ki, Pəncəlinin işğal olunmuş ərazidən bir neçə şəhid gətirib. Amma o sayını bilmirəm. Döyüş yoldaşı danışıb mənə. Deməli, 2015-ci ildə mən
fevral ayında getdim Bakıya, işlə əlaqədar. Gecə getdim, iş tapdıq, bir ev tutduq. Gecə getdim, dedim bir gecə gedim ona qonaq olum. Getdim, o evdə yox idi. Nə qədər də zəng eləyirdi, cavab vermirdi, nəsə bir mesaj yazmırdı. Nəysə getdim onların evinə, gəlin evdə tək idi. Soruşdum, dedim, bəs neçə vaxtdır bu gəlməyib, dedi, bəs 9 gündür. Dedim, bəs zəng, bir mesaj yazmır, dedi, bəs mesaj yazıb, ya bu axşam gələcək, ya sabah. Nəysə biz oturmuşduq, şam yeməyi yemişdik, elə ikimiz gəlinlə oturub bir söhbət eləyirdik. ATV xəbərlərində, deməli xəbərlərdə Faktonun canlı şahidi oldum. Elə bir fraqment idi, bir yerdən 2 erməni hərbiçisi keçdi, heç nə olmadı. Təxminən olardı belə bir 8 dəqiqə, 10 dəqiqə belə aradan fasilə keçdi. Düz həmin o nöqtədən 4 erməni hərbiçisi keçəndə həmin o nöqtədə mina partlayışı oldu. Yəni bu xəbərlərdə yayımlayırdılar. Bəli, mən öz gözümlə gördüm, canlı şahidi olmuşam. Yəni mən gəlinin yanında mən heç nə demədim. Təxmini bildim, nəsə bu bizim xüsusi təyinatların işidir. Nəsə yatdıq. Mən elə bildim, səhər gün açılır. Amma həmən o momentdə gördüm, zvanok səs elədi, gəlin durdu, qapını açdı. Mən özümü elə bir ki, ya desin ki, bu yatıb. O zaman mən bunu görürəm. Gəldi bu, həmən yatdığım otaqda, otağın qapısına əlinin birini divara qoydu bu tərəfə. O biri əlində, o biri divara nəsə xeyli mənə baxdı. Mən də özümü elə apardım ki, güya yatmışım. Nəysə, o da oradan döndü arxaya, girdi öz yatdığı otağa. Bir 5 dəqiqə, 10 dəqiqə keçmədi, mən məcbur oldum ki, səhər açılıb durdum, əl üzümü yudum. Koridora qaydanda dəsmal əlimdə idi. Əl üzümü qurutdum, gördüm, bunu yatdığı otağın qabağından keçəndə qapı açıq idi. Gördüm, pencə əynində üz üstə yatıb. Hərbi formada? Yox, qrajdanski formada. Nəysə, əl üzümü qurutdum, bu çıxdı bu koridora, görüşdük, öpüşdük, nəysə. Mənə dedi ki, bəs sən elə bildin, mən yatmışdım, mən yatmamışdım. Mən də bunu dedim. Mənə dedi ki, bəs mən istəmədim, yorğunsan, istəmədim mən səni narahat eləyim, dedim, qoy yatasın. Dedim, mən də yatmamışdım, mən səni görürdüm, mən istəmədim ki, siz yorğunsuz, gedib istirahat eləyəsiniz, ona görə mən yerdən durmadım. Nəysə, oturduq, səhər yeməyi yedik, bir çay içdik, söhbət elədik yavaş-yavaş. Buna sual verdim ki, bəs bu qədər vaxtı harada idin? Dedi, bəs işdə idim. Mən buna həqiqətini görmüşəm. Yəni, ona sual verəndə elə bir sifət göstərirdi adama, ikinci dəfə ona sual vermək, adam utanırdı. Təxminən bir 10-15 dəqiqə keçdi. Dedim, mən özüm dedim, bəs xəbərlərdə belə bir fraqment gördüm, bəs 4 erməni hərbiçisi minaya düşdü. Hiss elədim onun sifətindən, sifəti dəyişildi. Təxminən bir 8 dəqiqə, 10 dəqiqə keçəndən sonra bir 15 dəqiqə fasilə getmişdi. O təzədən sual verim, yəni hansı kanalda gördüm, bəs erməni hərbiçisi minaya düşdü. Dedim, bəs ATV kanalında. Daha sual vermədi. Nəysə, durdum, getdim işə, zəng elədi, gəlin evə. 2 nəfər də məndən var idi, elə qohumlarımızdandı. Bir gün getmədik. Sabahsı gün zəng elədi ki, mən sizə görə işdən icazə almışam, abed vaxtı ilə zəng elədi mənə. Təxminən saat 2 belə. Mən sizə görə tez gəlmişəm evə, bəs axşam gələrsiniz, biraz oturarım. Nəysə getdik. 2 nəfərlə məndən. Şam yeməyi yedik. Xeyli oturduq. Gəlin də o vaxtı ali təhsilli həkimliyi qurtarmışdı. Burada Rusiyada qurtarmışdı. Amma Azərbaycanda rezidentura imtahanına hazırlaşırdı. Mən getdim Koknada bundan oturdum, biraz söhbət elədim. Biraz ürək-dirək verdim, dedim, bəs narahat olma, keçərsən imtahandan, hazırlaş dinən.
yaxşı olacaq filan. Nəysə xeyli söhbət eləyəndən sonra keçdim yenə də o zala, oturduğumuz otağa. Bir 15 dəqiqədə oturduq, çıxdıq, getdik öz qaldığımız, kvartira qaldığımız evə. Bu yolla gedəndə həmən o mənim iş yoldaşım bu yolla gedə-gedə hiss olunur, dəqiqə başı ağ çəkir. Niyə? Mən onu bilmədim də nəyə görədir. Nəysə getdik, səhər, axşam yatdıq, səhər getdik işə. Özü bu güclü işləyən idi. Gördüm bu dünyanki adam deyil, bu nədansa bunun hal taqəti yoxdur. Abed vaxtı oturmuşuq, çörək yeyirik. Gördüm mən bu dünyanki adam deyil, yemək də yemir. Dedim bəlkə bu pəncərələr açıqdır, skvoznak oldu. Deməli, aprel ayının 10-u pəncərənin şəhid xəbərini eşitdik. Hansı ki o iş yoldaşım mənlə işləyirdi. Ona sual verəndə ki, niyə ağ çəkirsən, niyə taqətsizsən filan. O mənə dedi ki, bəs heç nə. Yəni, nə xəstəyəm, nə bir halsızlığım var, nə bir şey. Nəysə, pəncərəni tabutun gətirdilər, dəfn elədik. Həmən o iş yoldaşım gəldi. Məni bu həyatda görəndə bir 4 metrə, 5 metrə məsafədən qollarını açdı, gəldi məni qucaqladı. Dedi, bəs yadına gəlir, bəs mənə sual verirdin ki, bəs niyə ağ çəkirsən, bəs bəlkə sən xəstə olmuşsan, soyuq dəyib sənə. Həmən o fraqment yadımdadır, dedim, bəs hə, yadımdadır. Dedi, bəs sən ona sual vermişdin, bir gecə ona qonaq olanda ona sual vermişdin ki, 4 erməni hərbiçisi minaya düşdü. O sənin üçün onun boynunu almamışdı. Amma mənə dedi ki, həmən o iş mənim işim idi. Onu mən eləmişdim. Ermənilər arasında girib. Bəli, onu mən eləmişdim, amma qardaşıma deməyəsən, qoy bilməsinlər. Sonra ondan bir döyüş yoldaşı var, 2 gözü yoxdur, bir qolu da yoxdur. Nəzər Əbdürrəhmanov. Üzə yaxşı dost olurlar, qardaş kimi. Həmən o tapşırıqda Nəzər Əbdürrəhmanov da onunla bir yerdə olub. Dedi, bəs özüm ona dedim ki, Pəncəli, 2 nəfər gəlir, minanı simlə deyir, quraşdırmışdı, oturmuşdu, qıraqda gözləyirdik. Ona dedim ki, bəs 2 nəfər gəlir, tapşırığı yerinə yetirək, çıxaq buradan. Dedi, mənə dedi ki, sən deyinmə, biraz səbr elə. Bunlar postu dəyişdirməyə gediblər. Hələ çoxu gələcək. 2 nəfəri deyir, buraxdı, 4 nəfər gələndə minanı partlatdı deyir. Oradan deyir, uğurlu keçdi, əməliyyat oldu, gəldik deyir. Sonra bir dəfə Morovda olmuşdu. Bu canavar sol, canavar sağ, camış yüksəkliyi, zivilyan. Deməli bir şəkil göstərdi. Morovda o şəkli çəkmişdi. Yeznəmiz orada 4 il paşti xidmət eləmişdi. Birinci Qarabağ müharibəsi vaxtı. Həmin o şəkli Yeznəmizə göstərəndə, dedi, bəs bura tanış gəlir sənə. Dedi, bəs hə. Daha danışmadım mən orada neynəmişəm, neynəməmişəm. Döyüş yoldaşı, Pəncəli şəhid olandan sonra döyüş yoldaşı danışdı. Dedi, bəs təxminən bir həftə orada istədik tapşırığı yerinə yetirək, keçək erməni düşmən tərəfə, keçə bilmədik. Ağır Pəncəli canavar sol, bilməm canavar sağdan oxşub keçib. Keçib orada da mühasirəyə də düşüb. Oradan xəbər gəlməyib. Deməli, orada bir Uaz şəxsiyyətlə, heyətlə, özdə yüksək rütbəli zabitlərlə dolu bir Uaz, 2 dənə də Ural markalı maşın partlatmışdı. Bu 44 gün müharibədə orada döyüşənlər gəlib burada danışdılar bizə, deyib, hansı ki Pəncəli orada maşın partlatmışdı. Həmən o maşınların qalıqları indi də o qayalıqda var. Sual verdim ona, bir yerdə yatdı. Yatanda gördüm bunun bədənində, bədən hamısı bir yerdə tük var, bir yerdə yoxdur. Sinəsində başqa tük yox idi. Ayaqlarında tük yox idi. Sual verdim, nə məsələdir? Mən dedi ki, bəs bilmirəm, ola birisi xəstəliyinə bağlıdır, bədəndə olan tüklərim tökülür. Sual verdim, bəs başın tükü niyə tökülmür? Biraz zarafatlaşdım bundan nəsə.
Aprel döyüşləri qutarandan sonra iki döyüş yoldaş gəldi bura. Mən sual verdi ki, hansı qardaşına sual vermişdiniz? Vermişdilər, bəs niyə bədənin tüklərin yoxdur? Deyir, bəs həmən o bədəndə tükün olmaması bilirsiniz nə idi? Bəs 21 gün, mən şəxsən onunla bir səngərdə 21 gün elə bil ki, mühasirəyə düşdük. 21 gün o səngərdə qaldıq. 4 gün yeməyimiz var idi. Ondan sonra deyir, yemək də yox idi deyir. İndi nə yeyiblər, nə yeyiblər onu mən deyə bilmərəm. 21 gündən sonra deyir, həmən o 21 gün ərzində snayper gülləsi deyir, səngərin üstündə ot saxlamaz. Hamısı bişdi deyir, yandırdı. 21 gündən sonra oradan deyir, çıxdı uğurlu əməliyyatla. Tapşırığı deyir, uğurlu yerinə yetirdik, çıxdı. Amma demədi, nə elədik? Onu demədi. Sonra bir döyüş yoldaşları, onun adını da deyə bilərəm, prosto istəmirəm adını çəkim. Füzulidə snayper döyüşlərində deyir, iştirak elədik. Orada qaldı. Hə, həmən o bədəndə olmayan, o bədəndə tük olmadığına görə mən deyir ki, bəs həmən o səngərdə deməli növbə ilə deyir, bir nəfər yatırdıq, 5 dəqiqə, 10 dəqiqə belə növbə ilə. Deyir, görürdüm ayağından deyir, tükü çəkir, qopardır. Bədən incisin, bu yatmasın. Mən deyir, yatanda mənim qulağımın deyir, dibindən tükü deyir, tərsinə çəkirdi, mən də yoxumanı yaparmaz. Özü də demişdi, getmişdi o döyüş yoldaşına demişdi, bəs qardaşım mənə sual verdi ki, sənin bədənində niyə o tük tökülüb, ala-bula görükür, nəysə. Deyir, mən demişdi ona, qardaşımla zarafat elədim, dedim ki, bəs ola bilsə xəstəliyinə bağlıdır, tüküm tökülür. Amma bu düşmən arasında yuxuya getməmək üçün. Bəli. Sonra bir Füzulidə snayper tapşırığında olurlar. Deyir, bir erməni hərbçisi ilə rastlaşdı. Deyir, mən də bununla. Mən bunun köməkçisiyəm, deyir. Bizə lazımdır ki, nəysə birini ya əsir götürək, ya öldürək, çıxaq gedək də buradan. Tapşırıq yerinə yetirir. Tapşırıq deyir, budur. Erməni hərbçisi deyir, bizlə rastlaşanda deyir, pəncəlinin əlində silah var. Bunu deyirəm, pəncəli, at, vur, öldür, çıxaq gedək. Erməni hərbçisi onun qabağında qaçır. Atır güllə. Pəncəli də bunun elə bir ki, 3-4 metrə məsafə var. Fırlanır bu üzə, gülləni atır, güllə gedir başqa yerə, sağa, sola belə, pəncəliyə dəymir. Gördü ki, bu girir, sırf səngərə girir. Qumbaranın deyir, atdı onun, qumbara deyir, onun başında partladı. Başı deyir, qatıq bankası kimi dağıldı deyir. Üstündəki silahı, indi bilmirəm, adın, familiyasını qopartdı deyir, çıxdı bundan. Qayıtdıq deyir, dala. Sonra bu xüsusi təyinatı olmayıb, yəni sıravi bir əskər olub. Elə astaraq indi. Deməli, bir yerdə üzbəüz gəldik, mən tanımırdım o əskəri. Kimsə ona dedi ki, bəs pəncəlinin qardaşıdır. Gördüm, gəldi, oturdu, atası ilə mənim yanımda. Atası ona dedi, bəs bu bilirsən kimdir, dedi, bəs pəncəlinin qardaşıdır. Gəldi, oturdu, dedi, bu Beyləqan tərəfdə Araz boyu. Xidmətdə idim, deyir. O yadıma gəlmir. 2014-də olmuşdu, ya 15-də onu dəqiq deyə bilmərəm, deyir, mən posta çıxmışdım, deyir. RPG silah üstümdə var idi, deyir. Bir dənə də qumbara üstümdə idi. Süngü bıçaq filan, nəysə. Bizə də qabaq dönəmdə demişdilər ki, ehtiyatlı olun, xüsusi təyinatlar gələcək. Günün deyir, günorta çağıdır, isti deyir, dəyib mənim başıma. Bilmirəm, fikrim hardadır. Nəysə, arxada deyir, səs eşitdim. Şönüm deyir, arxaya baxanda gördüm, nəsə bir yekəpər, maskalı vəziyyətdə, özüm deyir,
fikirləşdim ki, apardılar mənim erməni idim. O deyir, özü hiss elədi ki, dilim tutuldu. Deyir, mənə dedi ki, barmağım belə elədi ki, narahat olma, mən də Azərbaycandayım. Azəriyəm məndən, qorxma. Yavaş-yavaş məni söhbətə tutdu. Dedi, bəs mənə yol burada göstər, mən hərbi hissəyə gedim. Bu erməni tərəfdən gəldirilmiş pəncərə. Yox, ərazi bizim ərazidir. Prosto bu girib bizim postumuza. İndi bilmirəm, o tərəfə keçmək istəyib, neyini, mən deyir, bunu tək gördüm. Nəysə, mən deyir, buna yaxa elədim ki, bəs hərbi hissədə demək ki, mən demişəm sənin üçün, sən hərbi hissəyə girmişsən. Mən deyir, başım çıxma sıravi bir əskərəm. Mənə qoydu, dedi ki, bəs sən narahat olma. Bu deyir, buradan getdi. Yolu bunun üçün dedim, haradan gedə bilərsən, hərbi hissəyə haradan gedə bilərsən. O deyir, mənə dedi ki, bəs mənə 3 F1 qumbara lazımdır. Deyir, mən qorxdum, üstümdən götürəcək, mən gedərəm həbsə. Dedim, mənə dedi ki, mən uşaq deyiləm, sən yol göstər, mən hərbi hissəyə gedim. Bu deyir, getdi, ayrıldıq bir-birimizdən, mən də bu postaya mənim xidmət vaxtım deyir, qutardı. Gəldim, deyir, hərbi hissəyə, gördüm, bu maskalı vəziyyətdədir. Bu hərbi hissə komandiri ilə yadıma düşmür, polkovnik leytinant olub, yoxsa polkovnik. Söhbət bilirsən nədən gedir, deyir, bəs bu hərbi hissə komandiri özünü deyir, bununla elə aparır ki, güya mən yüksək rütbəliyəm, sən bir gizirsən. Bizim yanımızda bu hərbi hissə komandirinə dedi ki, bəs sən arxayın ol, mən özümü sənə sübut eləyərəm. Sən necə hərbi hissə komandirisən, sənin ərazidən düşmən keçirsən bilmirsən. Düşmən keçir mənim ərazim, xidmət elədiyim, idarə etdiyim əraziyə. Nəysə, dedi, bəs bu hərbi hissə komandiri dedi ki, bəs ola bilməz. Ona dedi ki, bəs gedə sənə sübut eləyərəm. Getdik, deyir, Araz çayında bir cığır, çayın o üzündə gedib gəliş var. Cığır vardı, insan gedir, gəlir. Elə bir ki, o tərəfdən suya girirlər, gəlib buzdan çıxırlar, bu tərəfdə də bir cığır. 3 gün deyir, mənə yemək daşıtırlar, aparırdım, deyir, yemək verirlər mənə, aparırlar. Mən deyir, mətəl qalırdım, bu bir nəfərdir. Xordusu bir 15 nəfərin yeməyi mənə verirlər, aparırlar. Deməli, 3-cü günü gecə deyir, yatmışıq. Nəysə bir partlayış səsi gəldi, tribuqa deyir, hərbi hissə verdilər, bizi apardılar. Həmən o birinci dəfə oraya gedəndə deyir, həmən o F1 qumbaranı deyir, simlə calaşdırdı bir-birinə. Əynindəki paltarı çıxardanda bunun sifətini gördüm. Da o bilmədim, bu haralıdır, nəçidir, bilmədim deyir. Deməli, 3 gün mənə yemək daşıtırırlar, deyir ora. Hara daşıtdırırlar o yeməyi? O elə bir ki, mövqedə oturub. Pəncəli gilindən gələn qrupa yeməyi daşıtdırırdı, yoxsa? Həmən o əskər, hərbi hissədən yemək bu əskərə daşıtdırırlar onlara. Pəncəli gilin qrupuna? Bəli. Pəncəlidə neçə nəfər qrupla imiş orada təxminən? Onu tək görmüşdü orada. Deyir, mən onu da... Qrupla imiş. Araz çayından keçib... Mənim üçün maraqlı deyir, bu idi, o F1 qumbaranı tək yerləşdirdi ora. Əynini, paltarını çıxardanda deyir, bunun sifətini yadımda deyir, saxladı. 3-cü gecə deyir, partlayış səsi gəldi, tribuqa verdilər. Gecə deyir, partlayış səsi gəldi, həmən o Araz çayında, hansı ki o F1 qumbaranın yerləşdirilmişdi deyir. Bizi apardılar ora. Bircə bunu deyir, ondan eşitdim ki, 8 nəfər idi, biri qaçdı, 7'si sudadır. Orada deyir, vadalaz gətirdilər. O 7 nəfəri çıxartdılar ondan. Kimlər idi o 7 nəfər? 7 nəfər də erməni hərbiçisi idi. Diversantlar oldu. Diversantlar. Deməli, bu insanın sifəti deyil, mənim yadımda qaldı. Amma gördüm, bunlar 12 nəfərdir. Hansı ki, bu partlayış olandan sonra gördüm, bunlar burada 12 nəfərdilər. Sonra da deyir, başa düşdüm ki, bu yeməyi mənə 12 nəfərə daşıtdırırlar ora. Sonra deyir, aprel döyüşü başladı.
şəhidlər oldu. Sosial şəbəkədə, efirdə gördüm. Bu insan həmən insandır. Bu Astaralıdır, Pəncəli Teymurovdur, bu Astaralı olub, mən də Astaralı, bu demin mənə, mən sənin rayondan. Onda deyir, bildim ki, həmən o qumbaranı yerləşdirən, düşməni məhv eləyən Pəncəli Teymurov. 7 nəfər hamısını məhv eləmişdi, deyir. Biri qaçmışdı, özü. Deyir, dedi ki, bəs 7 nəfər soya düşəndə hiss eləyib ki, gəlib birinci nəfər çıxır mənim qabağıma, nəsə burada eləyəcək. Mən bundan uzağım, simlə onu partlatmışdı, 7 nəfər məhv olunmuşdu, biri dedi, bəs qaçdı, arxaya qaçdı. Ne bilmədim, onu tapmışdılar, tuta bilmişdilər, tuta bilməmişdilər, onu dəqiq deyə bilmədim. Yəni, belə Pəncəlinin qəhrəmanlığından, yəni, onun döyüş yoldaşlarından, əskərlərindən eşitmiş. 2016-cı ilin aprel döyüşlərində martın 24-ü idi, nə qədər zəng elədi, onun ad günüsü idi Pəncəlinin. Nə qədər zəng elədi, bu cavab vermədi. Təxminən olardı belə saat 12. Özü zəng elədi, salam əleykum, necəsiz, nə var, nə yox, nə. Bütün balaca uşaqlar üçün də hamısını, yəni ailə üzvlərimizin hamısını soruşdu. Birinci də özünü təbrik elədi. Yəni biz təbrik elədik, elə bir ki, bizi qabaqladı, özünü təbrik elədi. Nəsə biz də təbrik elədik, ana ilə xeylə söhbət elədi, biləm. Danışandan sonra bu telefonu söndürdü. Yəni, təxminən 5 dəqiqə keçmişdi, özü zəng elədi təzədən mənim telefonuma. Dedi, bəs bir qardaşımız var, Əfrail, o işlə əlaqədar çox Bakıda olurdu, tez-tez gedirdi onun evinə. Dedi, bəs Əfrail qardaş oradadır, dedim, bəs buradadır. Dedi, bəs telefonu verə bilərsən ona? Dedim, çağırdım da Əfraili, telefonu verdim ona. Ona sual verdi ki, bəs sən haçan gələrsən buralara? Bu da dedi ki, bəs ola bilsin ayın 2-si, 3. O qayıtdı, dedi ki, bəs eləyə bilərsən, biraz tez gələsən. Dedi, baxaram vəziyyət. Bu qardaşımız getmədi Bakıya. İşlə əlaqədar getmədim, nəsə evdə işi çıxdı, bilmədim. Getmədi, o bir-iki dəfə həmən o qardaşımıza vəsiyyət də eləmişdi. Qabaq. Əfraili. Bəli, bəli. Yəni bu fakt idi. Yəni, kaşkədə qardaş buradaydı, olsaydı deyərdi bunu.